Bu binalar nə qədər tikilə. Ağaçları da qorumaq lazımdır. Ağaçları böyütməyə neçə il lazımdır. Abşeron rayonu Xırdalan şəhəri Mehdi Hüseynzadə 541 ünvanındayıq və bu dayandığım yerdə isə vaxtilə ağaclar olub və gəliş səbəbim də elə bundan dolayıdır ki, burada vaxtilə ağaclar olan yerlərdə ağaclar kəsilib və görüntüdən də aydın olduğu kimi yeri betonlanıb. Və sakinlərin şikayəti əsasında biz bura gəlmişik. Onlar da iddia edirlər ki, məhz bu dırnaq arası abadlıq işlərinin icraatı məhz qarşısında dayandığımız bu tikinti şirkəti tərəfindən həyata keçirilib. Buna vaxt tikilib etsə onu da görməmişəm. Amma ağacların olduğunu görmüşsünüz də siz. Ağacı görmüşəm əlbəttə. Bəs kəsildiyi müddətdə... Vallahi deyirəm, onu görməmişəm. Təxminən nə vaxta qədər bu ağaclar siz bura görmüşsünüz? Yəni yaxın müddətdə... Mən yeni ildən bu tərəfə gəlmişəm, görməmişəm. Məsələyə aydınlıq gətirmək üçün tikinti sahəsinə üst tuturuq. Amma burada cavabdeh şəxsi tapmaq mümkün olmur. Hazırda ərazidə olmasa da işçilər 30 dəqiqə ərzində gələcəyini bildirirlər. Buradan indi duracaq bu adam. Mən buradayım. Yəni problem deyil. Nə vaxt gəlsin? Laf sizdən hər hansı bir şəxs uyğun bilsə... Bir dənə danış, yenə gəlsin. Amma gözlədiyimiz müddət sakit keçmədi. İşinizə mane olursunuz. Sizin işinizə mane olmurum. Yekun olaraq 30 dəqiqənin tamamında gözlədiyimiz şəxsin gəlmədiyini görüb tikinti şirkətinin əməkdaşına yaxınlaşdıq. Bildirildi ki, Bir işim var da gedirəm. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məsələ ilə bağlı bildirildi ki, fakt araşdırılıb və ağacların tikintiyə cavabdeh Vüsal Fərzəliyev tərəfindən kəsildiyi təsdiqini tapıb. Qanunsuzluğa görə vəzifəli şəxsə ümumilikdə 13.250 manat məbləğində cərimə tətbiq olunub. O ki qaldı ağacların yenidən bərpasına, Abşeron rayon icra hakimiyyətindən qeyd edildi ki, ərazinin əvvəlki vəziyyətinə qaytarılması ilə bağlı sahibkara xəbərdarlıq edilib. Toğrul Quluzadə, Ramik Abbasov, İTV Xəbər.